Evimizə kimsə gəlir, gedir. Nəsə payla gəlir, nəyləsə gəlir, gedir. Hansısa bir hədiyyəni alır, gedir. Və çalışırıq ona bir ömür borclu olaq və təşəkkür eləyək ki, o gəldi bizə bunu elədi. Ancaq elə bir şey var ki, min illərdir həyatımıza gəlir, gedir. Onun bizə nələr verdiyini biz düşünmürük. Sadəcə nəzərə alırıq ki, o gəldi, getdi. O dediyim Allah Taala'nın bizə ayırdığı 11 ayın sultanı olan Ramazan ayıdır. Bugün Ramazan ayını yola salırıq. Və o bizə nələr verdi, getdi, onu düşünmürük. O bizə özümüzü tanımağı verdi, getdi. Hansı ki bu ayda Allah Taala şeytanları zəncirləyir. İnsanlar nə əməl görürsə şeytanın üstünə ata bilmir. Yəni ki özünü tanı, sən kimsən. O bizə orqanizmimizə təmizlik, paçlıq verdi. Əməllərimizə təmizlik verdi. Yenə deyirəm, paçlıq verdi. Hər bir şey verdi bu bir ay ərzində. Ancaq biz onu düşünmürük. Bəlkə də düşünürük, ancaq təşəkkür eləmək istəmirik. Allah Taala bütün oruç tutanların bu ayda orucunu qəbul eləsin. Allah Taala oruç tuta bilməyən, səhhəti ilə bağlı, işi ilə bağlı, oruç tuta bilməyən insanların da niyyətini qəbul eləsin. Allah Taala oruç tuta bilməyib, oruç tutanlara hansısa bir iftar süfrəsi verən, hansısa bir yaxşı əməl eləyən, onların hansısa bir istirahətini təmin eləyən, hansısa bir rahatlığını təmin eləyən insanların əməllərini qəbul eləsin inşallah. Ramazan ayı gözəl aydır, hansı ki biz bilmirik. O bir də gələcəkmi? Biz onu görə biləcəyikmi? Onu biz bilmirik. Ancaq yola salırıq, olmamış kimi gedir. Amma halbuki bizim qapımıza gələn qonağı, bizə pay gətirən qonağı, ona hansısa bir təşəkkür eləyib, ona sarılıb, qucaqlayıb, ona hansısa bir xoş sözlərimizi deyə bilirik. Ancaq Ramazan ayını nə qucaqlaya bilirik, nə ona təşəkkür eləyə bilirik. O bizə ən vacib olan müqəddəs Quran-ı Kərimi nazil elədi. Ramazan bayramınız mübarək, əziz müsəlman bacı qardaşlar. Yaxşı yol, salamat get, ey Allahın böyük ayı. Salamat get, ey Allah dostlarının bayramı. Ey ən gözəl vaxtlarım, ən gözəl anlarım, ən gözəl saniyələrim. Salamat gedin, ey Ramazan ayının gündəlik duaları. Salamat gedin, ey səhər vaxtları. Ey o başdan oyandığım saatlar. Ey ibadət elədiyim vaxtlar. Salamat get, ey iftar zamanları, ey iftar vaxtları. Salamat qal, ey ruhumu göylərə qaldıran ay. Ey məni dünyadan qoparıb cənnətə aparan ay. Axırıncı xahişimdir səndən, ay mübarək Ramazan ayı. Qiyamət günü məndən şikayət eləmə. Qiyamət günü məndən şikayət eləmə. Demək ki, mənim haqqımı yerinə yetirmədi.